Salam əziz dostlar. Bugün bizim qonağımız siyasi şərhçi Murad Sadəddinovdur. Salamlayırıq sizi Murad müəllim. Xoş gördük. Hoş gününüz olsun. Ben de size salam verirəm Elvin Bey ve sizin tamaşaçılarınızı da salamlayırım. Minnətdaram Murad müəllim. Bu günlər belə deyək də son illər baş verən böyük hadisələrin, böyük geosiyasi çalxalanmaların sanki sınma dövrünə gəlib çatıb. Mən Ukraynada və Ukrayna ətrafında baş verən hadisələri nəzərdə tuturam. Faktiki bu gün Ukrayna küncə sıxışdırılır. Ukrayna rəhbərliyinə olmazın bir təzyiq göstərilir və Ukrayna faktiki təslimiyyətə gətirilir. Mənim görüşüm, yəni buna mənim baxışımın qısaca rezümesi belədir. Mən Ukraynalı bir çox sənət adamları ilə, mənim sferama daha yaxın olan, filosof, fəlsəfə ilə məşğul olan yazıçılar, nə bilim, musiqişünaslar, dostlarla bəzilərindən danışdım. Hamısı çox kateqorik. Bunlar əslində humanitar sahənin adamlarıdırlar. Bunlar sülhə meyilli olmalıdırlar. Hamısı kateqorik şəkildə dedilər ki, bu bizi diz çökdürməkdir və Ukrayna buna getməməlidir. Bu məsələnin Azərbaycana da birbaşa aidiyyəti var. Əlbəttə biz hamımız başa düşürük, Murad müəllim. Mən istəyirəm sizin baxışınızı bu mövzuya bir dinləyək və sonra davam eləyək söhbətimizə. Bilirsiniz, bəli, belə fikirlər səslənilir ki, Ukrayna təslimiyyətə aparırlar və s. Amma mən hesab edirəm ki, bəli, bu cəhddir. Amma bu heç bir nəticə verməyəcək. Bilirsiniz, bu müharibə başlayanda müharibənin ilk günləri, bu müharibənin talehi məhz o ilk bir həftə 10 gün ərzində həll olundu. Hı hı. O 10 gün ərzində ki, bütün dünya, mən bunu deyə bilərəm, hətta başda Amerika Birləşmiş Ştatları olaraq, Zelenskiyə artası samolyot göndərmək, ona təhrik eləmək ki, ölkəni tərk elə və s. və s. Buna getməyən Ukrayna xalqı və onun Ali Baş Komandanı və bu ilə da bütün bu böyük qlobal planın üstünə bir xətt çəkən xalq bugünkü günə qədər böyük qüvvənin qabağında, Rusiyanın hərbi maşının qabağında dirənib dayanıb. Zarafat deyil. İndi çoxları deyirlər Ukrayna zəifləyir, Ukrayna falan. Xeyr. Gəlin müqayisə edək. Artıq Ukrayna-Rusiya müharibəsi belə deyək də böyük 1945-41-45-ci illərdə baş verən böyük vətən müharibəsi vaxtına uyğunlaşır. Evet. Amma o dövrdə Almanlar gəlib Moskvaya çatmışlar və Moskvadan da təzədən Sovet qoşunları gəlib Berlinə çatmışlar bu dövr ərzində. Rusiya qoşunları isə biz görürük bir ilə yaxındır elə bu Pokrovski, Kupiansk davası aparırlar. Bəyanatlar verir, almışıq. Axı bu günləri yenə məlumat gəlib ki, Ukraynanın xüsusi təyinatlı qüvvələri Pokrovskun mərkəzini təmizləyiblər Ruslardan və s. Bilirsiniz, mən hesab edirəm ki, bəli, böyük qüvvələr, böyük dövlətlər hər zaman öz oyunlarını, öz maraqlarını həyata keçirirlər. Bu gün də biz bu 28 bəndli olan bu sənət deyirlər buna. Valla mən buna sənət deyə bilmərəm. Hı hı. Bu sadəcə olaraq məsələn Beynəlxalq Əlaqələr Fakültəsinin 3-cü kurs tələbəsi bu sənədə baxsa, o özü gülümsəyəcək. Yəni o 28 bənd yazıblar ora. Bir düşünmürlər ki, siz ora nə yazmışsınız. Bu nəinki beynəlxalq qanunvericiliyə uyğundur. Onu qoyaq kənara. Hətta bu bəzi ekspertlər orada 30-35 dəfə beynəlxalq qanunvericiliyin əsas prinsiplərinin pozulduğunu qeyd edirlər. Amma o sənədin içində olan bəndlərin özləri bir-birinə ziddiyyət təşkil edir. Mən bunu indi birazdan sadalayacağım. Və hesab edirəm ki, böyük dövlətlərin rəhbərləri, xüsusilə Amerika Birləşmiş Ştatlarının bugünkü mövqeyi, bu son mövqeyi, bu müəyyən mən hesab edirəm ki, maliyyə maraqlarla bağlı. Həmən o sənədin içində də o işarələr özünü göstərir. Yəni Amerika niyə bunu səsləndirdi? Bugün Amerikanın Ağ Evin rəhbəri. Çox güman ki, orada Rusiyanın dondurulmuş, fikir verin, orada dondurulmuş vəsaiti ilə bağlı xüsusi fond yaranacaq. 100 milyardlıq o gedəcək, Amerika Birləşmiş Ştatları o fondu idarə eləyəcək. Və Avropada bir əlavə o fonda 100 milyard verəcək. O fondun 50%-ni Amerikanlar idarə edəcək. Hətta deyilənə görə Kuşnerin nəzarətində olacaq və s. Yəni bu onu göstərir ki,
bu cür ortalığa atılan sənədin əsas məqsədi, mahiyyəti, marağı bunu eləyənlərin budur. Amma o demək deyil ki, bu həyata keçiriləcək. Bu mümkün olan bir şey deyil. Birincisi, bu cür sənədləri nə qədər də Zelenski təzyiq eləsələr, Ukrayna rəhbərliyi təzyiq eləsələr, bu cür sənədləri istəsə belə Ukrayna rəhbərliyi qəbul eləyə bilməz. Ona görə ki, bu sənədlər ancaq və ancaq Ukrayna xalqının referendum vasitəsilə qəbul olunması mümkündür. Yəni suverenitetlə bağlı, torpaqların verilməsi ilə bağlı Əlbəttə. məsələlərdir. Bunlar çox ciddi məsələlər. İndi keçək bu istəyirəm bu sənədlə bağlı çox müzakirələr gedir mətbuatda və mən o sənədi oxuyan kimi dedim ki, bu qəbul olunmayacaq. Yəni bu formada bu mümkün olan deyil qəbul olmaq. Artıq biz görürük ki, Amerika Birləşmiş Ştatlarının hətta konqresi və senatının aparıcı şəxsləri, respublikaçıların ən uzun müddətli senator olan nümayəndələri də çıxıb bunun əleyhinə çıxış edirlər. Çox ciddi tənqid edirlər bunu. Biz görürük ki, hətta administrasiyanın içində də belə cəhdlər olur. Məsələn, dövlət katibinin ilk müsahibəsində o yayındı ki, bu bizim sənəd deyil, bu Rusiya tərəfi göndərir və s. Biz görürük ki, onlar da artıq geriyə çəkilməyə başladılar. Avropanın mövqeyi çox ciddi oldu. Bəli, ona görə ki, burada bir çox məsələlər orada yazılıb Avropanın əvəzinə qərarlar qəbul edilir. Necə? Avropa 100 milyard pul verəcək, Polşanın ərazisində Avropanın qırıcıları yerləşdirəcək. Polşa suveren ölkədir. Onun ərazisində hansı qüvvələr yerləşdirəcək, o Polşa dövlətinin öz icazəsinə uyğun olaraq qəbul olunur. Belə çox gülməli bir məsələlər var. Valla, orada bir bənd var idi, mən oradan onu oxudum, lap mən gülmək tutdu ki, bu sənədi kim yazıb? Orada bir qeyd edeyim, siz də oxusaz görəcəksiniz. Orada yazılıb ki, əgər Ukrayna, Sankt-Peterburg və Moskvaya raket atsa, bütün bu müqavilədə olan qarantiyalar aradan götürülür. İndi mən sual verirəm bu sənədi yazanlara. Bəli, Ukrayna tutaq ki, qəbul olundu bu sənədlər. Ukrayna Moskvaya və Sankt-Peterburga raket atəşinə tutmayacaq. Amma Rusiyanın qalan şəhərlərini gündə hərəsinə bir 100 dənə raket buraxacaq. Volqaqada, Rostova, nə bilim başqa şəhərlər hamısı bir-bir. Onda müqavilə, sülh müqaviləsi qüvvədə qalacaq. Yəni bu elementar absurd məsələlər də orada. Və yaxud birinci bənddə qeyd edirlər ki, Ukrayna suverenliyini tanıyırıq. Sonra da deyirlər ki, aşağıdakı bəndlərdə Ukraynanın ərazisi Donetsk, Lugansk və Krım keçir Rusiyanın nəzarətinə və Amerika Birləşmiş Ştatları bunu tanıyır. Və yaxud bir dənə də məqam. Amerika Birləşmiş Ştatları Rusiya ilə və NATO arasında danışıqlarda vasitəçi olacaq. Mən sual yaranıb, Amerika Birləşmiş Ştatları bəyanatından çıxır. Amerika Birləşmiş Ştatları NATO-nun üzvü deyil. Yəni, bu cür primitiv yazılan, hansısa maraqları güdən, beynəlxalq qanunvericiliyə heç yaxın olmayan sənəd bu günləri ciddi siyasətçilərin, böyük dövlətlərin, rəhbərlərin müzakirə mövzusuna çevirir. Yəni, bu da absurddur. Və ümumi çox vaxtımızı almayaraq deyim ki, yenə də mən öz fikrimdə qalıram ki, nə bu sənəd qəbul olunacaq? Ola bilsin, hansısa bir sənəd qəbul olunsun, amma bu tamamilə bundan fərqli olacaq. Və artıq bu məlumatlar gəlir ki, İsveçrədə aparılan danışıqlar vaxtı bu sənədin böyük bir hissəsi bəndlər dəyişdirilib, yenilər əlavə olunub, belə deyirlər. Amma mən yenə də inanmıram ki, yaxın müddətdə, qısa bir müddətdə müharibə dayanacaq. Mən müharibə başlayanda ilk olaraq televiziyalarda demişdim ki, bu müharibə davam eləyəcək, o vaxta qədər ki, resurslar bitəcək. Ukraynanın resursları bitməyəcək. Ona görə ki, Ukraynanın arxasında Avropa və böyük dövlətlər dayanır. Onlar ona imkan verməyəcək ki, resursları bitsin. Onların bunun üçün maliyyə və başqa imkanları kifayət qədərdir. Amma Rusiyanın resursları bitir, məhdudlaşır, biz bunu görürük. Bəli, Çin indi kömək eləyir, İran, Şimali Koreya, amma əsas Rusiya buna vəsait ödəyir. Vəsaiti də bunun neft satışı ilə, qaz satışı ilə bağlı idi. Və qaz satışı bu günləri çox ciddi bir problemdir. Baxın, görün ki, Gazprom kimi vaxtilə dünyanın bir nömrəli kapitalizasiyası üzrə olan şirkət bu günləri artıq yavaş-yavaş bankrota gedir. Və yaxud neftlə satış, əsas Rusiyanın neft satışı ilə bağlı gəlir gətirən şirkətlər Rosneftlə Lukoil idi. Bu gün iki şirkət problemlərlə üzləşir, sanksiyalarla üzləşir və s. Və hətta son məlumat ki,
son dövr keçən ilki dövrlə müqayisədə Rusiyanın neft gəlirləri 30% aşağı düşüb. Yəni müharibə apara-apara bu gəlirlər və s. Rusiya bunu çox uzun müddət apara bilməyəcək. Amma Ukrayna tərəfi bəli, çətindir Ukrayna üçün. Ağırdır, itkilər böyükdür. Amma Ukraynanı heç kəs məcbur eləyə bilməyəcək. Heç bir şəxs məcbur eləyə bilməyəcək və Siz belə o hesab Zelenski edirsiniz də? Məcbur əlbəttə ki, heç vaxt məcbur eləyə bilməyəcəklər. Ən ağır vaxtlarında, mən sizə deyim, o müharibə başlayan vaxtı, hətta mən bir məsələni yada salım, o zaman Senatda müzakirələr gedir Amerika Senatında. Və Amerikanın baş qərargahlar rəisinin orada birliyi idi də, qərargahlar aha. rəisinin birliyi Senatda çıxış eləyərkən 2 həftə vaxt vermişdi ki, bizim deyib bütün kəşfiyyat orqanları məlumatlarını biz təhlil eləyərkən hesab edirik ki, 2 həftə dayana biləcək Ukrayna və bir ay ərzində hətta ki, Kiyevə çıxacaqlar Rus qoşunları. Amma biz bunun əksini gördük və bunun kökündə nə dayanırdı? Məsələn, Ukrayna xalqının öz ərazilərini müdafiə eləmək qabiliyyəti, istəyi, Ukrayna xalqının baş rəhbəri, Ali Baş Komandanı Zelenskinin o bəyanatı ki, bizim dalımızdan təyyarə göndərməyin, bizə silah-sursat verin, biz öz torpaqlarımızı müdafiə. Bu günlərdə bu davam edir və Vladimir Zelenskinin bəyanatını da biz eşitdik. O Winston Churchill'in 2-ci Dünya müharibəsi vaxtı verdiyi bəyanat yadıma saldı mənim. Hı hı. Biz deyir, biabırçılıqla müharibə arasında seçim eləyəndə biz biabırçılıq seçiriksə, Hı hı. son anda nəticə itibarilə biz müharibə də alırıq və biabır da oluruq. Yəni bu baxımdan hesab edirəm ki, bu müəyyən bir ağır dövrdür. Yəni belə dövrlər olub. Bundan Murad əvvəl də müəllim, olub. axı bu basqının başqa tərəfləri də var. Rüsvayçılığı dediniz də, Churchillin dediyi. Həmin o Bəli. rüsvayçılığı faktiki artıq korrupsiya skandalını üstünü açmaqla faktiki, yəni çox adamda şübhə yox idi. Mən də Ukraynanı biraz tanıyan adam kimi şübhəm yox idi ki, bu işlərdə korrupsiya var. Amma bu belə bir miqyasda olacağını və belə bir hələ bunun yalnız bir hissəsi açıldı. Yəni bu cür baskılar ola bilər axı Ukraynaya, yox? Siz bilirəm Ola aktivist, bilər, siz ola bilər. aktivist baxışın Bəli, tərəfdarısınız Murad müəllim. Sizlə biz bəli. söhbət eləmişdik, uzun bir neçə ay bundan öncə rusca danışmışdıq, elə bu apostrofda. Və siz demişdiniz ki, Ukrayna sınmayacaq, Ukrayna dayanacaq. Bunu argumentli demişdiniz. Elə də oldu. Yəni maraqlananlar baxa bilər. Aşağıda linkdə yerləşdirəcəm o söhbəti, ruscadır. Siz deyən kimi də oldu. Həqiqətən Ukrayna bu bir neçə ay ərzində çox ağır ayları dayandı. Amma bu cür, yəni bu tərəfdən vurulmamışdı Ukrayna rəhbərliyi. Bu korrupsiyon skandal çox ciddi məsələdir və boşuna yerdən açılmayıb. Razısınız? Elə bu vaxtı. Əlbəttə ki, mən birmənalı olaraq bunu çox mənfi qəbul edirəm. Amma bir şey də nəzərə alaq da, bu cür Hı, korrupsiyaları postsovet ölkələrində, bir çox ölkələrdə baş verir. Və təəssüf. Ukraynada bu məsələnin açılması, bunu açan təşkilatlar kimə tabedir? Zelenski tabedir də. Bu bir. Yəni Zelenskinin özü də bu məsələnin açılmasında iştirak edir. Bu bir. İkinci məsələ. Gəlin baxaq, bu məsələ qalxandan sonra müəyyən bir etiraz mitinqləri də təşkil eləməyə çalışdılar və o etiraz mitinqlərində biz nə qədər adam gördük? 100 nəfər, 150 nəfər adam gördük. Ukrayna demokratik ölkədir. Ora 10 min adam gəlsəydi, onları polis orada dağıtmayacaqdı. Yox. Yəni biz də görürük ki, Ukrayna əhalisi, Ukrayna seçicisi başa düşür. Bəli, korrupsiya var. Amma bugünkü dövrdə Ukraynanın qabağında duran daha da vacib, daha da prioritet məsələ öz ərazi bütövlüyünü qorumaq, öz mənliyini qorumaq, öz dövlətini qorumaqdır. Və onlar daim edirlər ki, birinci biz bunu eləyirik, sonra biz o korrupsiyanerlərlə məşğul olarıq. Və bu da o vacib bir göstəricidir. Bir də fikir verin, həddindən artıq çox media diqqəti var bu məsələyə. Var. Məsələn, bu insanlar baş verir başqa ölkələrdə, onlara o qədər diqqət olmur, media diqqəti var. Ona görə ki, maraqlı qüvvələr var. Dünyada çox maraqlı qüvvələr var. Nə gizlədir? Rusiyadır, məsəl üçün Macarıstandır, belə ölkələr maraqlıdırlar. Amerika Birləşmiş Ştatlarının
özünün rəhbəri, bugünkü rəhbəri, respublikaçılar rəhbəri Ağev o qədər də Ukraynanı və Zelenskini xoşlamır. Onlar da maraqlıdırlar bu məsələni qaldırmağa və s. Avropanın özündə də müxtəlif qüvvələri var ki, Ukrayna dəstəyi zəiflətmək üçün müxtəlif fəaliyyət aparırlar. Onlar da bunu dəstəkləyir. Yəni burada biraz mediada yayılma faktoru da həddən artıq çox şişirmiş. Məsələn, mən Azərbaycan televiziyalarına dəvət edirlər və orada soruşurlar ki, Ukraynada, birinci soru Ukraynada korrupsiya skandalı və s. və s. Maraqlı məsələdir. Azərbaycan televiziyasını bu niyə maraqlandırmalı? Məsəl üçün də deyirəm. Yəni başqa şeylərdir. Görsənir ki, bu həddən artıq bu mediada yayılan bir trendə çevrilir və bu trendi formalaşdırmaq üçün bu günləri informasiya müharibəsində bundan çox istifadə edirlər. Amma ciddi faktor kimi, bəli, təsir eləyəcək. Əlbəttə ki, Zelenskinin imkanlarına, gücünə təsir eləyəcək ki, danışıqlar apararkən qərb ölkələri ilə bilirsiniz, Zelenski daimi olaraq yardımlar üçün, istər maliyyə yardımlar üçün, istər hərbi sahədə yardımlar üçün kifayət qədər demək olar ki, iş günü, fəaliyyətin böyük hissəsini təyyarədə keçirdi. Müxtəlif aparıcı dövlətlərlə görüşlər keçirdi ki, bunu həyata keçirsin. Və bu baxımdan bu cür mediada yayılması, səsləndirilməsi əlbəttə ki, mənfi təsir edəcək. Amma yenə də deyirəm ki, bu tali yüklü məsələ, həll edici bir məsələ deyil. Bundan da keçib keçəcək Ukrayna. Əsas məsələ Ukrayna bu günləri öz torpaqlarını qoruyub saxlaya bilir. Nə qədər də desələr ki, Rusiya hücum elədi, falan yeri aldı, falan kəndi aldı. Hələ ki, biz son dövr bir dənə ciddi bir şəhərin alınmasını biz görmürük. 4 il keçib. Və 5 il keçmiş. 5 il ərzində hansı nailiyyətlər olub? Mən bayaqları xatırladım 2-ci Dünya müharibəsinin vaxtı 5 il ərzində hansı hadisələr baş verdi. Yəni, bugünkü gün demək olar ki, mən yenə də optimist yanaşıram bu məsələlərə. Bəli, ağırdır, çətindir. Amma Ukrayna burada təkcə öz müharibəsini aparmır. Ukrayna burada beynəlxalq hüququn təminatı müharibəsini aparır. Balaca ölkələrin suverenliyini, təminatı, hüququnu aparır. Bugün beynəlxalq qanunvericilik işləmir. Dünyanı idarə edən BMT-nin Təhlükəsizlik Şurasına daxil olan 5 daimi ölkənin, daimi üzvün biri, hansı ki bu BMT tərəfindən qəbul olunmuş elementar şərtləri təmin edən qarant olmalıdır. Özü açıq-aydın bunu pozur və başqa bir suveren ölkənin ərazisinə daxil olub bu cür hadisələr həyata keçirir. Yəni ona mübarizə apararkən həmçində həmin o BMT-nin deməli, əsas prinsiplərini müdafiə edir. Hesab edirəm, çox danışdım, sizin suallarınıza vaxt qoymadım. Yox, bu çox vacibdir, çox bizim üçün əsas da Azərbaycanın gələcək taleyi də belə deyim, müəyyən mənada bu cəbhə meydanlarında həll olunub. Ukraynanın sınması bizim üçün əlbəttə sırf emosional mənada biz hamımız əlbəttə Ukrayna xalqının tərəfindəyik, Ukrayna dövlətinin tərəfindəyik. Yəni bizim vətəndaş cəmiyyəti, bizim insanlarımız, xalqımız, ümumiyyətlə hakimiyyət də belə deyək də. Amma bundan başqa, yəni emosional tərəfdən başqa sırf rasional tərəf də var. Yəni əgər Rusiya tərəfi üstünlük təşkil etsə, heç olmasa simvolik bir qələbə qazansa, bu bizim üçün katastrofu, bu bizim üçün çox pis olar. Yəni bizə bu lazım deyil indiki dövrdə. Biz yenicə öz ərazilərimizi tamamilə təmizləmişik. Biz yenicə, yəni dövlətimiz ümumiyyətlə təşəkkül tapmağa başlayır və bizə çox böyük bir mənəvi mənada ən azından zərbə vura bilər Rusiyanın qələbəsi. Buna görə bizim yəni bütün fikirlərimiz Ukrayna tərəfdədir və biz bu Ukraynanın sındırılmasını, Ukraynanın kapitulyasiyaya, yəni tamamilə təslimçiliyə gətirilməsini heç istəmərik. Bu barədə yəni bizim də cəmiyyətdə belə fikirlər səslənilir və belə deyim də, mən əslində bu müharibə başlayanda mən heç inana bilməzdim ki, bizim cəmiyyətdə bu qədər Rusiya tərəfdarı ola bilər. Əvvəla bu sırf emosional seçim zad deyil, bu haqqın tərəfində olmaqdır. Bu 35 il ərzində bizim işğal olunmuş, yəni Qarabağın yəni problemi eynisi orada təkrar olundu. Necə biz təcavüzkarın tərəfdarı ola bilərik? Amma faktdır ki, var idi də, yəni Murad müəllim, gördük də biz bunu.
Adamlar var idi Amma deyirdilər. əlbəttə ki, var idi. Mən özüm bizim televiziyadakı diskussiyalarda, hatta Aha, universitetdə bir neçə nəfərlə beləsinə rastlaşmışdıq. Hətta Zelenski qaçacaq və sairə fikirlər mən söyləyirlər. də Həmişə mən onlarla mübahisə aparırdım və inanırdım o şəxsə və mənim inamlarımı itirmədi. Bilirsiniz, bu günləri doğrudan da yenə də təkrarlayıram. Ukrayna bu günləri həm beynəlxalq qanunvericiliyi, həm dünyada orta kiçik ölkələrin suverenliyin təminatı mübarizə aparır. Siz düzgün toxundunuz. Rusiya orada qələbə çalsaydı, bunun hansı ağır nəticələri olacaqdı sonra postsovet ölkələri üçün biz təxmini təsəvvür edə bilərik. Amma Rusiyanın burada Ukraynada ilişməyi, heç nəyə nail ola bilməməsi, əlində olan resursları itirməsi, Sovet dövründən qalan böyük o silah-sursat anbarlarının hamısını istifadə eləməsi, İran kimi, Şimali Koreya kimi ölkələrə aciz qalıb onlardan silah-sursat istəməsi və s. Bunlar hamısı vacib faktordur ki, keçmiş postsovet ölkələri öz müstəqilliklərini təmin edə bilsinlər, öz suverenliklərini təmin edə bilsinlər. Bəli, bu hamısı faktorlar bizim də öz ərazi bütövlüyümüzü tam təmizləməsində hesab edirəm ki, vacib faktor idi. Bu günləri Cənubi Qafqazda stabilliyi təmin olunması, sülhü bərqərar eləyib, onu uzun müddətli fundamental bir siyasətdə Cənubi Qafqazda həyata keçirmək üçün vacib amildir. Türk dövlətlərinin birləşməsi, Türk dövlətlərinin çərçivəsində iqtisadi əməkdaşlıq, yeni kommunikasiyaların yaradılması, bu orta koridor və s. Bunlar hamısı birbaşa olaraq bu məsələyə bağlıdır. Yəni bu baxımdan bizim üçün bu vacibdir. Biz hər zaman istəyərdik ki, bizim ətrafımızda olan dövlətlər bizi ilə münasibətlər quranda, başqa qonşularla münasibətlər quranda ancaq beynəlxalq qanunvericilikdən irəli gələrək qursunlar. Və bu əməkdaşlığı iki tərəfli maraqlar ətrafında quraq, iqtisadi əməkdaşlıq həyata keçirdək və son anda öz xalqlarımızın, öz dövlətlərimizin inkişafına istiqamətləndirilsin bu fəaliyyət. Amma biz görürük ki, 21-ci əsrdə də hələ də bax bu cür yanaşma ilə başqa dövlətin gedib torpağını tutmaq, müharibələr aparmaq və s. Fikirlərdə olan insanlar var və o insanların əlində bəzi dövlətləri idarə etmək hüququ da var. Təəssüflər olsun. Amma Azərbaycan da, mən sizə deyim, Cənab Prezident də bu sahədə çox ciddi fəaliyyət aparır, iş aparır. Biz Azərbaycanın qələbəsinin 5 illik paradındayıq, bunu gördük. Bizim ən yaxın dostlarımız olan Türkiyə və Pakistanın rəhbərləri paradda çıxış elədilər. Bir daha mən bu fikri səsləndirmək istəyirəm ki, yeganə dünyada müsəlman ölkəsi hansı ki, nüvə silahı var və əlində o nüvə silahını müxtəlif nöqtələrə çatdırmaq imkanı olan, lazımı uzun mənzilli raketləri olan Pakistan dövlətinin baş nazirinin çıxışını qeyd eləmək istəyirəm ki, biz Azərbaycanın yanındaydıq 5 il bu 44 günlük müharibədə və büyündən sonra da nə qədər lazım olacaq Azərbaycanın yanında olacaq. Yəni Azərbaycanın bu günləri Pakistan kimi və Türkiyə kimi müttəfiqi varsa, bu baxımdan hesab edirəm ki, biz yaxın gələcəkdə öz təhlükəsizliyimizi nəinki öz təhlükəsizliyini, regionumuzun, Cənubi Qafqazın təhlükəsizliyini və gələcəkdə Türk dövlətlərinin birliyin təhlükəsizliyini təmin eləməyə kifayət qədər imkanlarımız var. bu çox gözəl, yəni fikir oldu. Yəni siz hesab edirsiniz ki, bütün variantlara Azərbaycan hazırdır. Yəni mən bunu səsləndirmək istəmirəm. Əgər Ukraynaya olan bu təhdidlər və bu baskı hansısa neqativ bir nəticəyə gətirsə, biz regionda bir çox yəni məsələyə hazır olmalıyıq. Artıq bu gündən sonra biz hazırıq. Bunu tam əminliklə deyə bilərəm və nümunə də gətirə bilərəm sizə. Bir il bundan əvvəl o təyyarə qəzasından sonra Azərbaycana qarşı təhdidlər başlandı. Rusiyanın müxtəlif mətbuat orqanlarında və s. Azərbaycanın cavabı nə oldu? Hamısının cavabını artırlaması ilə
Azərbaycan mətbuatı vasitəsilə Azərbaycanın nümayəndələri dedilər. Cənab Prezident də öz tələbini qəti şəkildə qoydu və Rusiya məcbur oldu düşənbədə gəlib, Rusiyanın prezidenti Azərbaycan xalqından bu hadisəyə görə üzr istədi. Yəni bu onun göstəricisidir ki, artıq dövranlar dəyişilib, artıq potensiallar fərqlidir və bu gündən sonra Azərbaycanla siz demişkən istənilən ssenariydə Azərbaycanla artıq o güc yolu ilə danışa bilməzlər. Valla bizimlə danışmaq istəsənlər getsinlər o Kupiansk alsınlardır bu Pakrovskini alsınlardır. Bu 5 ildir bunlar bu Pakrovsk ətrafında vuruşurlar. O boyda Rusiya kimi ölkəni çöktürüblər, amma bu Pakrovskini ala bilmirlər bu vaxta qədər. Yəni bu baxımdan mən heç bir bizim üçün təhlükə gözləmirəm. Bizim başqa məsələlər var, hansılar üstündə işləməliyik. Biz iqtisadi inkişafla məşğul olmalıyıq. Biz Bəs qonşu dövlətlərimizlə əlaqələrimizi bərpa eləməliyik. Genişləndirməliyik. Xüsusi olaraq Mərkəzi Asiya ölkələri ilə. Böyük potensiallar var, böyük iqtisadi potensiallar var. Biz görürük ki, Amerika Birləşmiş Ştatları da burada həddindən artıq çox çalışır bu sahədə. Yəni iqtisadiyyatımızı gücləndirməliyik, xalqımızın rifah halını qaldırmalıyıq. Və güclü iqtisadiyyatımız olanda biz güclü hərbi sənaye kompleksi yaradacağıq, hərbi silahlı qüvvələrimiz güclü olacaq və heç kəs bizə da itham eləyə bilməz, heç kəs bizi hədələyə bilməz. Kimsə başqa fikri olsa, 10 qatına da cavabını alacaq və yenə də deyirəm, 5 illik 44 günün müharibəsinin 5 illik il dönümündə keçirilən paraddakı o müasir növlü silahlara tamaşa eləsinlər, mütəxəssislər başa düşürlər. O bilirlər orada bir neçə nümunəni göstərmişdi Azərbaycan və yaxud bu günləri Pakistanın Çinlə istehsal elədiyi 4 plus deməli mərhələli təyyarələr artıq Azərbaycanın hərbi hava qüvvələrinə daxil olub, paradda uçuş keçirdilər. onlar barədə xüsusi dedilər, o qırıcı təyyarələr barədə. Hətta bir Rus ekspert deyirdi ki, onlar sadəcə Pakistandan uçub gəliblər Azərbaycana. O kontraktı var, kontrakt imzalanıb, onlar alınıb, artıq bizdədir. Və nümunə üçün deyim ki, bu yaxınlarda bu Hindistanla Pakistan arasında hərbi konflikt oldu. Hindistan bu günləri dünyada əhalisi üzrə ən böyük dövlət. Əlbəttə. Və bir həftənin içində Hindistanın ən müasir hərbi hava qüvvələrinə məxsus olan təyyarələrini, orada Fransanın Rafael təyyarələri var idi, Rusiyanın müasir təyyarələri var. Onlar hərbi hava döyüşündə qısa müddətdə Pakistan hərbi hava qüvvələri onları məhv elədi. Bunun hamısı şahidi oldular dünyada, hamısı bildilər bunu, gördülər. Yəni Azərbaycanla artıq əvvəlki dövrlə keçdi, getdi elmə. İndi başqa dövr. Hindistanın ən yeni təyyarəsi bu yaxında aviaşouda qəzaya uğradı. Ya gördünüz də onu Murad müəllim. Hətta Hindistanın ümumiyyətlə hərbi sənaye kompleksi həddindən artıq çox zəifdir. Bu günləri Hindistan hərbi sənaye kompleksi istehsal elədiyi şeylərin bir çoxu Rusiyanın vaxtilə istehsal elədiyi hərbi sənaye kompleksinə məxsus olan biraz modifikasiya olunmuş şeylərdir, silahlardır. Bir dənə onların müasir silahı, o da deməli İsraillə bir yerdə onlar istehsal elədilər, hava hücumundan müdafiə sistemi. Onu da artıq bizdə də var o, həmin o sistemi Azərbaycanda da var. O da yenə də deyirəm, İsraillə vaxtilə bir yerdə istehsal eləmişdir. Amma onların hərbi sənaye kompleksi çox zəifdir. O ki qaldı Pakistanın silahlı qüvvələrinə, üstə nümunə üçün deyim də, rəsmi olaraq Pakistanın silahlı qüvvələri 500 min əskərdir. 500 min. Təsəvvür edirsiniz. 200 min olsun, 200 min, 250 min Türkiyənin, Azərbaycanki də olsun 100 min, 150 mindir. Bunlar üçün birləşdirir. Bunun qabağında kim yana bilər? Pakrovski 5 ilə ala bilməyən silahlı qüvvələr bunun qabağında yana bilər. Hesab edirəm ki, bu kifayət qədər yaxşı nümunə olur dinləyicilər üçün. Murad müəllim, mən sizə bu, ümumiyyətlə sizdə həmişə optimist bir rəy olur bu məsələlərə. Hər dəfə ən kəskin anlarda mən düşünürəm ki, sizlə söhbət edeyim və bu arqumentləri bir daha səsləndirəsiniz.
Minnətdaram sizə bu söhbət üçün. Mənə elə gəlir ki, bu kifayət qədər yetərli arqumentlərdir ki, bizim dost Ukrayna xalqımız sınmayacaq və təcavüzkara müqaviməti davam elətdirəcək. Əslində bu bizim hamımızın müqavimətimizdir. Çünki bizim xalqımız da, bizim dövlətimiz dekolonizasiya mərhələsini həqiqətən yaşayır son 5 ildə. Biz son 5 ildə məğrur gəzə bilirik artıq. E, Bunun əlbəttə ki, kiminsə xoşuna gələcəyini düşünmürəm. Tək Rusiya deyil, başqa dövlətlər də var. Region dövlətləri var, qeyri-region dövlətləri var. Azərbaycan bütün planlara hazır olmalıdır. A planı, B planı, C planı. Və burada amma şübhəsiz ki, Ukrayna məsələsi hələlik dünyanın tək bizim ölkəmizin yox, bütün dünya taleyində aparıcı bir rol oynayan bir hadisədir. Biz bu hadisəni Tamamilə doğrudur. Tamamilə doğrudur. Mən hesab edirəm ki, Ukrayna bu günləri dünyada haqqın, ədalətin mübarizəsini aparır və hər bir mənəviyyatı olan bir insan onun borcudur Ukraynanı imkan daxilində dəstəkləsin. Çox sağ olun Elmir müəllim, dəvətinizə minnətdaram. görə təşəkkür edirəm. Sizə də və bizi dinləyən bizim bu YouTube kanalının tamaşaçılarına da çox sağ olasın. Minnətdaram gəlin dəfə söhbətə qədər. Hələlik. Çox sağ olun Murad müəllim.